ayda Azərbaycanda kartlardan 6 milyon oğurlanıb. Mərkəzi Bank reaksiya verməlidir. Ötən gün Naxçıvanda kibersuverenlik mövzusunda keçirilən müzakirələrdə diqqət cəlb edən məsələlərdən biri də Daxili İşlər Nazirliyinin rəsmisinin açıqlaması oldu. Panel müzakirəsində çıxış edən Daxili İşlər Nazirliyinin İnformasiya və Kiber Təhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb. Media TV Azmedia qrupu xəbər verir ki, bu barədə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, nəzərə alsaq ki, bir çoxları ümumiyyətlə kartlardan oğurluq haqqında rəsmi məlumat vermir. Bu o deməkdir ki, hər ay kartlardan təxminən 2 milyon manat talanır. Əslində bu rəsmi açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməli idi. Hələ ki isə bunlar müşahidə olunmur. Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, Daxili İşlər Nazirliyinin rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq. Bu nə vaxta qədər belə davam edəcək? Mərkəzi Bank, banklar, hökumət və hüquq mühafizə qurumları bu təhlükəyə qarşı konkret nəticə verəcək tədbirləri nə vaxt görəcək? Fikrimcə nə qədər faydalı və vacib olsa da, maarifləndirmə və rəqəmsal savadlıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq. Osman Gündüz problemin həlli ilə bağlı təkliflərini irəli sürüb. Birincisi, ən çox oğurluq olan banklar haqqında məlumatlar şübhəsiz ki, Mərkəzi Bankda və Daxili İşlər Nazirliyindədir. Bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilərdi. Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq. Daxili İşlər Nazirliyinin hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Düşünmək olar ki, Daxili İşlər Nazirliyinə qarşı müəyyən təsirlər var ki, ən çox talanma olan bankların adları açıqlanmasın. Belə olan halda isə bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi. İkincisi, Mərkəzi Bank qaydalarına əl gəzdirilməlidir. İdentifikasiya işləri sərtləşdirilməlidir. Banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır. Siz təsdiqləmisiniz deyərək məsuliyyətdən yayınmaq qəbul olunmazdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır. Əvvəl problemi olan banklardan məlumat sızması araşdırılmalıdır. Üçüncüsü, banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır. Maraqlıdır ki, mövcud hüquqi normalara görə kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz. Amma kritik qurumun həssas strukturlarında xarici vətəndaş işləyə bilməz deyə bir müddəa yoxdur. Dördüncüsü, mobil tətbiqlərdə kreditə stop və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün sos əlaqə imkanı yaradılmalıdır. Beşincisi isə fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalı, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s.